Herkes salam. Bugün sizlerle birlikte 6-cı sinif dərsliyin davamına baxacağıq. İkinci çalışmada deyir ki, oyun zərinə atdıqda hər üzün düşmə sayı cədvəldə qeyd edildi. Hər bir hadisənin təkrarlanma sayını yazmaqla cədvəli tamamlayın. Baxaq. Burada verilib bizə 1, 2, 3, 4, 5, 6. 1, 14 dəfə düşüb görürük ki, 2-nin düşmə sayı 18-dir. 3-ün düşmə sayı 19-dur, 4-ün düşmə sayı 20-dir, 5-in düşmə sayı 13-dür və 6-nın düşmə sayı isə 16 dəfədir. Deməli, bunları say yerinə yazmaqla cədvəli tamamlayacağıq və cəmi neçə dənə olur deyirsə, cəmi də bunları toplasaq 100 dənə eləyəcək. Daha sonra hər bir hadisənin tezliyini hesablayın deyir. Hadisənin tezliyini də necə hesablayırıq? Ümumi neçə dəfə sınaqdan keçibsə, onu məxrəcə yazacağıq. Görürük ki, burada cəmi 100-dür. Ona görə məxrəcə 100 yazacağıq və təkrarlanma halı neçə dəfə baş veribsə, onu surətə yazırdıq. Məsələn, 1 14 dəfə təkrarlanıb, onda olacaq %14. Bunu da yazsaq 0,14. Eyni qayda ilə digərlərini yazsaq, ikincinin 2 üzünün düşməsinin tezliyi 0,18, 3-ünkü 0,19, 4-də 0,20 yaxud 0,2 də deyə bilərik. 5-dəki tezliyi 0,13, 6-dakı tezliyi isə 0,16 olacaq. Sonra bizə deyir ki, bu hadisələrin tezliklərinin cəmini tapın. Tezlikləri cəmini tapsaq, ya bunların hər birinə ayrı-ayrı cəm kimi götürəcəyik, ya da ki, onsuz da burada hər birini cəmləsək, məxrəci 100 olacaq, surət də buradakı sayların cəmi olacaq. Buradakı saylar da 100 olduğuna görə toplamda 100 bölü 100 bizə verəcək 1. Deməli, hadisələrin tezlikləri cəmi olacaq 1. Daha sonra keçək növbəti səhifəyə. Burada hadisələrin mümkün hallarının sayını tapın. Bilirik ki, ehtimal bərabərdir əlverişli hal bölünsün ümumi hala. Burada ümumi hal yerinə mümkün hallar da deyə bilərik. Yəni, baş verə biləcək bütün hallar nəzərdə tutulur. Müəllimin sinifdəki 25 şagirdin təsadüfən seçilmiş birini lövhəyə dəvət etməsi, burada 25 dənə şagird varsa, deməli 25 dənə də mümkün hal var. Ona görə cavab olacaq 25. Daha sonra B variantında zərə atarkən cüt xal olan üzün düşməsi, burada baş verəcək hallar əlverişli halımız 2, 4, 6 olacaq. Çünki zərin üzləri 1, 2, 3, 4, 5, 6-dır. Amma ümumi halımız isə 6 dənə olacaq. Daha sonra gəlir C variantı. Zərə atarkən 2-dən böyük xal olan üzün düşməsi. 2-dən böyük xalın düşməsi də 3, 4, 5, 6-dır əlverişli halımız. Ümumi halımız isə yenə də 6 dənə olacaq. Daha sonra gəlir 4-cü məsələ. 4-də deyir ki, hadisənin ehtimalını hesablayın və dedik ki, ehtimal əlverişli hal bölünsün ümumi haldır. Müəllim sinifdəki 25 şagirddən təsadüfən birini lövhəyə dəvət etmək istəyir. Sinifdə 5 əlaçı varsa, lövhəyə dəvət edilən şagirdin əlaçı olması ehtimal neçədir? Dedik ki, ehtimal əlverişli hal bölünsün ümumi haldır. Əlverişli halımız 5 nəfərdir. Çünki sinifdə 5 əlaçı var. Ümumi halımız isə bu 25 şagirddən 1 nəfər olacaq. Deməli, ehtimalımız 25-dən 5, yəni 5-də 1-dir. Bu da 0,2 eləyəcək. Bu A variantı idi. Keçirik B variantına. Spinner 2 sarı, 1 mavi və 1 qırmızı olmaqla 4 bərabər hissəyə bölünüb. Bu spinnerin əqrəbini fırladılır. Əqrəbin qırmızı hissəyə düşmə ehtimalı neçədir? Yenə ehtimal əlverişli hal bölünsün ümumi haldırsa, ümumi halımız 4-dür. 4 bərabər hissəyə bölünüb, spinnerin oxu bunların birində dayanacaq. Deməli, ümumi hal 4-dür. Qırmızı hissədə düşmə ehtimalı isə, məsələn, burada bir qırmızı hissə yazılıbsa, əlverişli halda yazacaq 1. Bu da deməli ehtimalımız eləyəcək 4-də 1, yaxud 0,25. İkincisində deyir ki, əqrəbin sarı hissəyə düşmə ehtimalı. Yenə də ümumi halımız 4-dür. Sarı hissə isə 2 dənə sarı hissə var. Ona görə əlverişli halımız 2 olacaq. Bu da 2-də 1, yəni 0,5 edəcək. Daha sonra gəlir məsələ həlli 5.
Kitab şkafında olan 50 kitabın 10 ədədi ensiklopediya, 17 ədədi elmi, qalanı isə bədii ədəbiyyatdır. Təsadüfən götürülmüş bir kitabın ensiklopediya olma ehtimalı neçədir? Dedik ki, ehtimal əlverişli bölünsün ümumi halıdır. Ümumilikdə 50 kitab varsa, məxrəcə 50 yazacağıq. Ensiklopediyada 10 dənədirsə, deməli əlverişli halımız da 10 olacaq. Bunu da ixtisar etsək qalacaq 5-də 1. Daha sonra deyir ki, elmi ədəbiyyat olması ehtimalı neçədir? Ümumi halımız yenə 50 kitabdır. Bunlardan seçilənin elmi ədəbiyyat olması da, deməli burada 17 ədəd elmi kitab varsa, əlverişli halımız olacaq 17. Sonra üçüncüdə deyir ki, bədii ədəbiyyat olma ehtimalı neçədir? Demişdik ki, ümumi 50 kitabın 10-u ensiklopediyadır, 17-si də elmi ədəbiyyatdır. Deməli, bunlardan 27-sini çıxsaq, 50 çıxılsın 27. Qalacaq 23. Bu kitabların 23-ü bədii ədəbiyyat olacaq. Onda bədii ədəbiyyat olması ehtimalını istəyirsə, ümumi halım yenə 50-dir, surətdə də 23 olacaq. Sonra 6-cı tapşırıq. 6-cı tapşırıqda deyir ki, Səbinə 10 kiçik vərəq parçasına müxtəlif rəqəmlər yazıb üzü aşağı stolun üzərinə qoydu və qarışdırdı. Elxan bir rəqəm səsləndirdi və stolun üstündəki vərəqlərdən birini açdı. Elxanın səsləndirdiyi rəqəmin açdığı vərəqdəki rəqəmlə eyni olma ehtimalı neçədir? Yenə dedik ki, ehtimal bərabərdir əlverişli hal bölünsün ümumi hala. Burada neçə ümumi halımız var? 10 ümumi hal var. Çünki 10 dənə vərəq var və onunda da rəqəm yazılıb. Əlverişli halımız isə bir dənə olacaq. Çünki bir vərəq açılacaq və bir rəqəm səslənəcək. Ona görə bunlardan üst-üstə düşmə ehtimalı 1-dir. Cavabımız olacaq 10-da 1.